Salam gözəl dostlarım, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün gözəl təbiət qoynunda, quşların cəhcəhi altında bir kargo açılımı videosunu başlatmak istedim. Ne zamandır da kameranı elime alıp video başlatmadım sizinle birlikte. Dedim bugün o gündür, gelin sizinle birlikte bir video başlayaq. Şeyinden sipariş vermiştim ve siparişlerim de, kargolarım da böyle ders arefesinde gelmişti. Yüreğim de partlayırdı ki açın. Ama dedim ki yok, videoda sizlerle birlikte beraber açaq. Bize ne lazımdır? Qayçı lazımdır. Bir de bağlamanı açmak lazımdır. Baxaq görək necə çıxır. İnşallah ki istediğim gibi çıxmıştır. Demək dostlar, bunlar nə üçündür? Bu mətbəxdə şkafların alt hissəsinə yapıştırmaq üçündür. Ben video falan çəkəndə qəşəng işıqlı çıxsın, işıqlı düşsün. Bunları yapıştıracağım. Bunu nə üçün? Garderobların içine de yapıştıra bilərsiniz, işıqlı olsun diye. Ben bunları yapıştıracağım şkafların alt hissəsinə ki video çəkərkən ona qaranlıq düşməsin. İnşallah ki yaxşı çıxar. LED işıq deyək də, LED işıqlardır bunlar. Var. Bunları da ayolunu şirin çıkıblar. Çok qəşəngdilər. Bunları da Leyliş için sipariş vermiştim. Çok hoşuma geldi. Çok da güzel gelipti. Şimdi çoklu şeyler var. Şimdi sizinle paylaşım. Bakın. Belə rezinler var içinde. Sonra belə rezinler var. Sonra belələri var. Çok şirindiler. Sonra belə sancaklar var. Zajem mi diyeyim, sancak mı diyeyim. Sonra belələri var. Yani cürbəcür rezinler var. Çok güzeldiler. Sonra belələri var. Çiyələk, gül şəkli olanlar. Sonra belələri var. Şimdi bunu vermək üçün səbirsizlənirəm. Sonra belələri var. Ay Allah, çok şirindi. Sonra beləsi var. Belələri var. Bakın böyle çok şirin şeker şeyler var burada. Açmak istemiyorum. Bakın. Çok şirindiler. Bir de belə rezinler var. Cürbəcür. Ama çok qəşəng gəlibdi. Yani korkurdum ki dedim çok balaca bir şey mi çıkacak. Ama qəşəng geldi yani. Böyle bir etek verdim. Hoşuma gelmişti. Bunun duruşu falan böyle. Cins etekler. Ümid edirəm ki yaxşı olar. Sonra bir de sarımsak əzən vermiştim. O gelir. Bu da adi sarımsak əzəndi də. Məndə yox idi. Belə adi sarımsak əzən. İndi bilmem necə işləyəcək. İşlədəndə biləcəm. Yaxşı işləyir yoxsa yox. Biləzik vermişdim. Böyle bir bilezik verdim. Minnoş. Ben o şey renkleri sevirəm. Böyle şey renk verdim. Böyle dostlar, bir tane de don vermiştim. O da gelmiyor, çatmıyor. Yani o da sabahlar falan ya da bu hafta ərzində çatar. Başka şey ne vardı? Başka hiçbir şey. Böyle bunlar. Elə bir ki necə oldu? Ben bir iki tane şey sipariş verdim. Bunu sipariş verende böyle bir yazı gelmişti ki bir iki tane şeyde sipariş verin, kargo pulsuz olacak. Ona göre tez bunları verdim sipariş. Baktım az idi. Böyle yani kargosu pulsuz geldi. Diğerlerinin kargosu pulsuz geldi. Böyle qəşəng görsəni, material da yaxşıdır bunun. Belə dostlar, hələ ki kargo açılımını burada bitirək. Dedim ki sizinle paylaşım. Hava qəşəngdir, çok güzeldi. Ola bilsin indi Zayatka azdı, Zayatka yıxsın. Oralara götürmək istəyirəm və göstərmək istədiyim şey var. İnşallah bu günümüz xeyirli olar. Hələ ki burada saxlayım.
Zayitka yığandan sonra əgər mümkün olsa bugün bu videonun davamını gətirərəm. Oraları gəzdirmək istəyirəm sizlərə. Dostlar biz çıxdıq, qonşu qızla çıxdıq. Ya. Biz çıxdıq, belə buraları çəkmək istədim. Gördüyünüz kimi çox sadədir evlər. I love those flowers. Yeah, flowers are so beautiful. Yeah, you see. Bu yerlər, bu tutacaqlar var. Baxın gördüyünüz kimi ya əlillər ya yaşlılar üçün düzəldiblər. Çox yaxşıdır və burada əsasən yaşlı qadın, yaşlı adamlar yaşayır. Arada görürəm. Orada da baxın. Burada bir yaşlı oturubdur və gördüyünüz kimi hər evin qarşısında parking yerləri, yəni əlil arabası işarəsi olan parking yerləri var burada. Onsuz ki o əlil arabası üçün olan parking yerləri başqa mağazalar, marketlərin qabağında da qoyurlar, burada da qoyurlar. Yəni çox düşünülmüşdü. Bu tərəflərdə sadə evlər var. Bax gördüyünüz kimi hamısı sadədir. Eyni kərpiçdəndir. Orada da qızılgül var. Çox qəşəngdir. Ya. Baxın burada da belə şirin qəşəng evlər var. Mən göstərim sizə. Və akasiya ağacları. İndi günorta vaxtlarıdır, amma axşam vaxtları da bir başqa olur. Akasiya ağaclarının belə gözəl qoxuları falan olur. Baxın. Belə bir sanki kənd kimidir. Belə kənd vibe verir. Şirin evlər. Çok şirin evdi. So sweet. Yeah. But in the evening you cannot see a lot of cars. You just see. Yes. Burada çok güzel ağaç var. Bunun altında belə qəşəng kitab oxumaq olar. Baxın, mən sizə nə göstərəcəm. Burada belə qəşəng yer var. Çox gözəldir. Bax, burada gəlib piknik eləyə bilərik. Tum varsa tum yeyə bilərik. Nəsə də termozdan götürüb çay falan burada içə bilərik. Burada uşaqlar üçün oynama yerləri var. Yəni uşaqlar burada oynayarkən yəqin ki anaları falan burada otura bilər. Burada da belə çox gözəl bir yer var. Skamya var ağacın altında. Ağacın altında belə kitab oxumaq olar. Çox sakit yerlərdir. İndi biraz maşınlar falan var, səs-küy var, amma axşam o qədər gözəl olur ki. Yəni axşam da işıq falan olur burada. İşıq düşür, yəni oxumaq olar kitabı. Çox gözəl. Baxın, hər yer yamyaşıldır və hər kəsdə də belə ot biçmə aləti olur və hər kəs öz evinin qabağını, qarşısını belə bu şəkildə biçir. Belə bu şəkildə səliqəli olur, çox gözəldir. Və hər yerdə yamyaşıldır və bir də mən sizə nə göstərmək istəyirəm. Baxın dostlar, belə Amerikada ən çox sevdiyim şeylərdən biri, belə bir qutu düzəldirlər. Bunu başqa bir yerdə də görmüşdüm. Belə bir qutu düzəldirlər. Demək, imkan sahibləri öz evlərində olan əşyaları, yeməkləri falan gətirirlər, bu qutuya qoyurlar və ehtiyac sahibləri də gəlirlər və bu qutudan istədikləri şeyləri seçib götürə bilirlər. Bu çox gözəl bir şeydir. Yəni axşam da gəlib götürə bilərlər. Yəni bu dolub boşalır. Bu qutu, bu yer dolub boşalır. Burada da ət var, nə bilim, fərqli şeylər var, kimsə qoyub. Çox gözəl bir şeydir. Kəş hər yerdə tətbiq olunsa. Yəni heç kimlə muhattab olmadan gəlib istədiyi şeyi seçə bilər, götürə bilər. Belə. Çox gözəldir. İndi qızı aparıram, o gələcək olan yerə aparıram. Are you coming? Do you want to say hello to my followers?
She is my friend, our neighbor. She is from Bangladesh. Yeah, she is so nice, so kind. Thank you. Come. Əslində belə çox maşın olmur axşamlar dediyim kimi. Maşınlar olanda belə o qədər səliqəli maşın sürürlər ki, yəni biz gedirik deyə, bizi qorxutmasınlar deyə belə çox səliqəli. Biz tərəfdən maşın sürmürlər, gedib o tərəf məsələn sağ tərəfdən sürəcəklərsə sol tərəfdən maşınlarını sürürlər ki, bizi qorxutmasınlar və bizə zərər verməsinlər. Çox mədənidirlər sürücülər. Bu da yəqin ot biçməyə gəlir, ot biçən alətidirlər. Gəlin mənim sevimli mekanıma sizi gətirdim. Amma axşam daha başqa gözəl dadı olur. İndi istidi, havası istidi. Ona görə evə getməyə üstünlük verdik. Çox istidi. Gördüyünüz kimi belə uşaqlıqda olur. But be careful. Say. Baxın, belə bir şey kimin yadındadır? Uşaqlıqda olarkən. Baxın. Baxın, uşaqlıqda olarkən bundan belə fırlanırdıq. Baxın, hələ uşaqlar indi də yoxdular. Yəni oynayan uşaqlar elə bilirdim ki, axşamları gəlmir, qoymur da valideynləri. Bax, indi də yoxdur uşaqlar, oynayan uşaqlar burada yoxdular. Vlogun bir neçə günündən sizə salam olsun dostlar. Digər video ilə bu video arasında günlər keçdi. İndi Aldi'ye gelmiştim ki süpürge tipli bir şey alım. O bizim arka bahçamızı süpürün diye ama burada tapabilmedim. Buradan bir şey almak istiyorum ben. Görüm istediğim bir şey tapabilirim mi? Cheesecake eləmək istəyirəm. Cheesecake üçün də qaymaq almaq istəyirəm ama baxın görüm tapabilirim mi? Bunu aldım. Qaymaq kimi. Bizim evdə qatıq çox yeyilir. Ona görə süd alıram ki, qatığı mayalandırım. Özüm elə evdə mayalandırıram, yaxşı olur. Bu da dursun. Evdə biraz var idi. Yine alım. Bunlar suları olur, bunlar suları yok. Sepeti götürərkən bu şəkildə qəpik qoymuşdum. İndi sepeti təzdən təhvil verirəm. Təhvil verən zaman qəpiyi geri qaytarır və bizə qalır. Yəni hər dəfə bu Aldi'yə gedəndə bu şəkildə eləyirik. İndi gedirəm Walmart'a. Görək Walmart'ta süpürgəni tapabilirəmmi? Walmart'a çatdım. İnşallah ki buradan bir şey tapabilirəm. Mənim gözəlliklərinə baxın. Çox gözəldirlər. Çok şekerliler. İçeride acaba bu 21.79. Çok sevdiğim, en çok sevdiğim şeylerden de böyle güller. Sadece olarak kıymet olarak bahadır. Çok şekerler. Rengine bakın. Renginin güzelliği. Ay Allah, ne geçenektiler bunların renkleri. Burada da kızıl güller. Buna solublar. Cürbə cürbələr güller var.
Burada da gördüğünüz gibi üzüm tenekleri, her şey, ekmek istediğiniz her şeyi tapabilirsiniz. Burada soğan var. Ay Allah, öz soğanınızı mahallenizden yapabilirsiniz. Bizim öz sahimiz olsaydı, öz diriyimiz olsaydı çok şey ekerdim. Kirayada kaldığımıza göre, tələbi olduğumuza göre, öz evimiz olmadığına göre böyle şeyler elə bilmirəm. Ama inşallah gelecekte böyle fikrim var, bir böyle şeyler ekmek olar. Burada da geçen şeyler var. Yaxşıdır məncə. Bu bəsdir bizim üçün. Görün süpürgədə tapa bilirəm. Burada da gözəl dipçəklər var. Bunu aldım. Evde bir tane dipçek var, gül var. Onu değiştirmek istedim. Aldım bir de. Süpürgeler de buradan aldım. Sade bir süpürge. Ben geldim ve dostlar size ilk videolardan birinde göstermiştim ki burada güzel balkonlarımız var. Çay içerik falan filan. Ama ve lakin geldiler bütün balkonları söktüler. Yerine balaca bir, bakın bu balaca bir pileken gibi bir şey saldılar ve gittiler. Heç nə, belə balkonsuz bir mənzərə qaldı. Burada da balkonlar çıxartdılar, izləri qaldı. Mən də balkonu çıxarandan sonra buraları heç əl gəzdirmədim, heç təmizləmədim. İndi dedim ki, buraları bir qaydaya salım. Hər dəfə də nəsə olanda içərdən çölə çıxarırdım. Həm də burada balaca stollar var, orada da çay içirdik. Buradakini dünə çıxartmışdım, orada zibil var. Neyse, uzun sözün qısası buralar indi hal-hazırda pis gündədir. İstədim ki, səliqəyə salım. Onun üçün də getmişdim, elə sizinlə birlikdə süpürgə aldım. Az da olsa bir səliqəyə salmaq istəyirəm. Burada da izlər pis görsənir. Bizdə belə fıs-fıs var, ağ boya. Onu eləyərik, yəqin ki, ora normal hala düşər. Belə. İşte bu bizim evimizin arka hissəsidir. Gördüğünüz kimi. Göstermiştim o ki əvvəlki videoda. Biz çölə çıxırıq belə aradan çay içirik falan. İndi o çay içmə yerini dedim ki gözəlləşdirim bir. Belki gülləri falan da bura qoya bilərəm. Bilmem. Dedim ki bir oturduğumuz yer bir gözəl olsun. Gözə çox pis batır. Başlayaq. Biraz da olsa buraları səliqəyə salmağa, lazım olmayan şeyləri də götürərəm. Belə, başlayaq.
keçid eləyir videoda. Dostlar, burada işimiz yekunlaşdı. Qəşəng oldu məncə. Buraları süpürdük. Dəmir, dümür, nə bilim, ayna da var idi. Şunurlar da var idi. Yəni altdan çıxmayan şeylər yox idi. Bura meşədir. Yenə də xəzər falan tökülə bilər. Amma ən azından indilik qəşəng süpürdük. Bacardığımız qədər, yəni süpürdük, elədik. Məncə səliqəli oldu. Əvvəlki vəziyyətə baxanda daha səliqəli oldu. Belə. Bu arada Şam mənim buraları fıs-fıssadı. Boya ilə, ağ boya var idi evdə. Fıs-fıssadı. Məncə o da yaxşı oldu. Belə dostlar, burada artıq videonu yekunlaşdırmaq istəyirəm. Məni izlədiyinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi və rəy verməsinə də rəyləri yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Hələlik.